Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme accil veliykəl fərəc. Keçən dərslərdə bütün hərfləri və onların ifadə etdiyi səsləri qeyd elədik. Hərflər bəhsini təkmilləşdirən növbəti bəhs sait səslərdir ki, bugünkü dərsimizdə onlara işarə eləyirik. Fars dilində hərflər sait səslərin köməyi ilə tələffüz olunur. Bu dildə 6 sait səs var. Və dildəki sait səslərinin heç birinin dəqiq və bilavasitə özünə məxsus hərfi işarəsi yoxdur. Sait səslər iki növdür. Birinci, qısa saitlər. Fars dilində bunlara avahay kutah deyilir. Qısa saitlər. Qısa saitlər o saitləridir. Bu saitlərin hərflərlə işarəsi yoxdur. Deməli, sözdə eşidilən həmin sait səslər yazıda öz əksini tapmır. Yəni, biz yazıda heç vaxt bu sait səsləri görməyəcəyik. Bu saitlər belədir. Zəbər qısa ə səsi ifadə eləyir. Ərəbcə buna fəthə deyirlər. Zir qısa e səsi ifadə eləyir. Bu, ərəbcə kəsrə ilə işarə olunur. Piş qısa o səsi ifadə eləyir. Bu da ərəbcə zəmmə işarəsi ilə işarə olunur. Əgər misal vurmaq istəsək, misallar belədir. O, bə, b, bu, ta sonuncu hərfə qədər belə davam edir qısa saitlər. Sonda isə yo. Uzun saitlərə hərflərin və səslərin geniş izahı bəhsində, yəni əlif, vav və y hərflərinin izahı zamanı işarə elədik. Belə ki, əlif hərfi sözlərin əvvəlində mədli əliflə a, sözlərin ortasında və sonunda isə mədsiz əliflə a səsi ifadə edirdi. Digər uzun saitlər, yəni u və i saitləri isə sözün əvvəlində əlif, vav və əlif y ilə ifadə olunurdu. Biz qeyd elədik ki, əlif və vav hərfi yanaşı gəlsə, u səsi ifadə edir sözün əvvəlində, əlif və y hərfi yanaşı gəlsə isə, i səsi ifadə edir sözün əvvəlində. Sözlərin ortasında və sonunda isə vav hərfi ilə u, y hərfi ilə isə i səsi ifadə olunur. Misallara baxaq. A, u, i, ba, bu, bi, ta sonuncu hərfə kimi belə davam edir. Sonuncu hərfdə də ya, yu, yi uzun səslər bu cür ifadə olunur. Heç bir sait səsi olmayan hərfə isə sakin hərf deyirlər. Məsələn, bu qələmun sözünə baxsaq, bu qələmun sözündə bu uzun səs, qə qısa səs, lə qısa səs, mu uzun səs, nun hərfi isə sakin hərfdir. Çünki nun hərfinin burada sait səsi yoxdur. Niyə bu səsinə bu qələmun sözündə uzun səs deyirik? Çünki uzun səslər hərflərlə ifadə edildikdə özündən əvvəlki hərflə birlikdə ifadə olunur. Bu bəhslə də Allahın lütfü və mərhəməti ilə hərflər və səslərlə bağlı bəhsimizi sona çatdırdıq. Hərflər və səslər barədə əslində daha çox danışmaq olardı, amma həqiqətdə bu mərhələ üçün biz qeyd etdiyimiz miqdar özü də kifayət qədərdir və çoxdur. Bu dərsdən sonra dərslərimiz kitab üzərindən olacaq. Bu dərsimizdə və bundan sonraki dərsimizdə qrammatik izahımız yoxdur, ancaq yeni söz keçəcəyik. İnşallah 6-cı dərsimizdən sonra qrammatik izahımız da başlayacaq. Həmçinin bu və növbəti dərsdə tapşırıqlar kitab üzərindən olacaq. Yəni, kitabın öz içindəki tapşırıqları qeyd edəcəyik. 6-cı dərsdən sonra isə həm kitabın, həm də iş dəftərinin tapşırıqları veriləcək. Gələk əsas mövzuya. Kitabda səhifə 14-də hərflərin yazılış forması göstərilib. Biz bunu geniş formada 3 dərs içində keçdik.
Səhifə 15-də olan yeni sözləri qeyd edirəm. Birinci kəlmə ab, su mənasında, baba, ata mənasında, pa, ayaq mənasındadır. Ab, baba, pa. Növbəti kəlmə tab, yerləncək mənasındadır. Əsas, ev əşyaları və məişət əşyaları mənasındadır. Tab, əsas. Bunlar səhifə 15-də olan yeni sözlərdir. Səhifə 16-da olan yeni sözlər isə bunlardır. Bad, külək, yel mənasında. Tac, tac mənasında. Təxt, çarpayı, taxt mənasında. Bad, tac, təxt. Növbəti kəlməmiz qəza kəlməsidir. Yemək mənasındadır və isimdir, feil deyil. Qəza. Səhifə 17-də olan yeni sözlər isə bunlardır. Əsb, at mənasında. Dərəxt, ağac mənasındadır. Parç, sürahi, parç ya qulpulu su qabına deyirlər. Əsb, dərəxt, parç. Növbəti kəlməmiz moje, kiprik mənasındadır. Zərd, sarı, sarı rəng mənasındadır. Moje, zərd. Səhifə 18-də olan yeni sözlər bunlardır. Xət, xət mənasında. Seda, səs mənasında. Sobh, sübh mənasındadır. Təqribən saat 8 radələrinə deyirlər fars dilində sobh. Xət, seda, sobh. Növbəti kəlmələr səhra, səhra mənasındadır. Zəbt, maqnitofon mənasındadır. Zərf, qab mənasındadır. Səhra, zəbt, zərf. Səhifə 19-da olan yeni sözlər isə bunlardır. Ard, un mənasında. Səbəd, səbət mənasında. Atəş, od, alov mənasındadır. Ard, səbəd, atəş. Növbəti kəlmələr post, poçt mənasındadır. Təşt, ləyən mənasındadır. Çəsb, yapışqan mənasındadır. Post, təşt, çəsb. Növbəti kəlmələr ostad, ustad, müəllim mənasındadır. Sər, baş mənasındadır. Boz, keçi mənasındadır. Ostad, sər, boz. Növbəti kəlmə tac, tac mənasındadır. Tas, keçəl mənasındadır. Xers, ayı mənasındadır. Tac, tas, xers. Növbəti kəlmələr bu səhifədə çərx, təkər mənasında, çarx mənasındadır. Bazar, bazar mənasındadır. Çərx, bazar. Səhifə 20-də olan sözlər isə bunlardır. Pa, ayaq mənasında. Ca, yer mənasında, məkan mənasındadır. Por, dolu mənasındadır. Pa, ca, por. Növbəti kəlmələr bot, büt mənasındadır. Şəb, gecə mənasındadır. Çəp, sol mənasındadır. Sol tərəfə deyirlər çəp. Bot, şəb, çəp. Növbəti kəlmə cəsəd, cəsəd mənasındadır ya ölmüş bədən mənasındadır. Dərəxt, ağac mənasındadır. Sərdab, zirzəmi mənasındadır. Cəsəd, dərəxt, sərdab. Növbəti kəlmələr
Xarpoşt kirpi mənasındadır. Əst, dır, dir, dur, dür şəkilçiləri kimi tərcümə olunur. Xəbər şəkilçisidir. Şax buynuz mənasındadır. Xarpoşt, əst, şax. Digər kəlmələrimiz səbr, səbir mənasındadır. Təxt, çarpayı mənasındadır. Poşt, arxa mənasındadır. Səbr, təxt, poşt. Növbəti kəlmələrimiz çətr, çətir mənasındadır. Darəd, daşdən fe'linin indiki zamanında üçüncü şəxsin təkidir. Varıdır və yaxud var mənasındadır. Bəradər, qardaş mənasındadır. Çətr, darəd, bəradər. Növbəti kəlməmiz sərbaz, əskər mənasındadır. Neşəst, iclas mənasındadır. Sərbaz, neşəst. Gələk kitabın tapşırıqlarına yenidən qayıdırıq səhifə 15-ə. Deməli, bu səhifədə, yuxarı hissədə tapşırıq kimi boş damalarda qeyd olunan hərfləri təkrar yazmağımız istənilir. Əlif hərfindən S hərfinə qədər təkrar orada nümunədə qeyd olunan kimi yazılacaq. İkinci tapşırıq səhifənin aşağı hissəsindədir. Sözləri boş damalarda olduğu kimi bir neçə dəfə təkrar yazacaqsınız. Yazarkən sözləri uca səslə deməyi yaddan çıxarmaq olmaz. Səhifə 16-da yenə cim hərfindən zal hərfinə qədər verilmiş boş damalarda təkrar yazılacaq bu hərflər nümunədə göstərilən kimi. Dördüncü tapşırıq 16-cı səhifənin aşağı hissəsindədir. Sözləri boş damalarda yenə olduğu kimi yazacağıq. Səhifə 17-də olan tapşırıqlar R hərfindən şin hərfinə qədər boş damalarda yazılacaq. Yazarkən mütləq səhifədə verilən hərflərin üzərində qırmızı ox işarəsinə diqqət edin ki, hərfin hardan başlayıb hardan bitdiyini göstərir bu ox işarəsi. Əlbəttə, hərflərin müxtəlif mövqelərdə düzgün yazılış qaydasını keçmiş dərslərdə cədvəldə hərəkətli formada göstərmişdik. Səhifələrin aşağısında sözlər, daha doğrusu bu səhifənin də aşağısında sözlər təkrar yazılacaq. Səhifə 17-də aşağıda verilən kəlmələr boş damalarda olduğu kimi yazılacaq. 18-ci səhifədə yenə də həmin qaydada hərfləri olduğu kimi boş damalara yazacaqsınız. 18-ci səhifənin aşağı hissəsində sözlər təkrar şəkildə boş damalara yazılacaq. 19-cu səhifəyə gəlsək, 19-cu səhifədə sözlər açıq rəngdə yazılıblar. Nümunəyə uyğun olaraq bir dəfə sözlərin üzərindən tünd rənglə gedilməlidir. Ya karandaşla, ya qələmlə. Daha sonra boş damaya sözü təkrar yazmalısınız. 20-ci səhifədə, yəni bu dərsimizin sonuncu səhifəsində sözlərin qarşısında verilmiş boş damalarda sözləri təkrar yazmalısınız. Bir də buna mütləq diqqət edək ki, sözləri yazarkən uca səslə bir neçə dəfə təkrar edək. Bugünkü dərsimizdə bu qədər və axiru dəvana enilhamdülillahi rabbil aləmin.